Deməli, Amerika Dövlət Departamenti aprel ayının 29-da, yəni 5 gün öncə, bizim saat fərqi var 4 gün öncə, Azərbaycanla bağlı rəsmi xəbərdarlıq edibdir. Xəbərdarlıq edib ki, Amerika dərhal vətəndaşları Azərbaycandan uzaq dursun, Azərbaycanı tərk eləsin. Vətəndaşlarının Azərbaycana səfər etməməyinə çağırış edibdir. Və həyəcan siqnalını 4 cürə həyəcan siqnalı var, 3-cü səviyyəli çağırış edibdir. 4 çağırış var, həyəcan çağırışı. 3-cü səviyyəlidir. Ağırdır, çox ağırdır. 1-ci səviyyəli normal, 2-ci səviyyəli riskli, 3-cü səviyyəli təhlükəli, 4-cü səviyyəli çox təhlükəli. Yəni 4-cü səviyyə nədir ki, başından bomba yağa-yağa səni çıxardırlar. Azərbaycanı tərk eləsin, Azərbaycana getməsin, Azərbaycana yaxın durmasın. Bax ha, Ermənistan demirlər ha, Türkmənistan demirlər ha, hətta Türkiyə demirlər ha, Azərbaycan deyirlər. Amerika nəsə bilməsə bunu deməz, ehtiyatlı olun. Deməli, onkologiya xəstəxanası var Azərbaycanda, bilirsiniz. Milli onkologiya xəstəxanasıdır. Bu ancaq milli xərçəklərimiz, ya İlham Əliyevin milli xərçəklərini müalicə edir. Dünyada heç bir yerdə Almanın, milli Alman xəstəxanası, milli Alman xəstəliyi, milli Alman xərçək xəstəliyi, qan xəstəliyi, belə şey yoxdur. Ya erməni xəstəliyi, ya gül. Belə uğraşlı bir dənə Azərbaycanda ola bilər. Milli. Bir dənə milli yerimiz var. O da Arif Paşayevin ölüsü başındadır, Milli Aviasiya Akademiyası. İnanın Allaha, oradan əlaqə saxlamışam. Bir dənə adam qalmır. Hamısını çıxardırlar. Milli pilot təhsil almağa imkan vermirlər. Hamısı Belarus, Ukrayna, Rusiya, nə İlham Əliyev bastığının qızını, bastığının özünü, bastığının qardaşını, bastığının bağışçısını, nə bilim kimin şeyini yalayıb onu gətirib çıxardır ora. Milli Aviasiya Akademiyasında milli adam tapmaq olmur. Deməli, Milli Onkologiya Mərkəzində Cəmil Əliyevindir, İlham Əliyevin sənətlə dayısı oğlu, amma reallıqda bibisi oğlu. Qazini müalicə eləmirdilər. Qazi özünlə gətirdiyi partlayıcı maddəni tulladı və özünün də həyatına son verdiyi həkimin də. Məsələ burasındadır ki, bu partlayışı Azərbaycan milli mətbuatları paylaşmır. Baxmayaraq ki, baş prokurorluq da təsdiqlədi. Hakimiyyət kanalları bunun üstündən keçir, paylaşmır. Ən əsas da mənə yer eləyən müxalif medialar belə işıqlandırmır. Müxalif medialar belə bəziləri işıqlandırmır. Halbuki bu xərçəng xəstəliyi dünyanın diqqət mərkəzində olan bir xəstəlikdir. Pulsuz müalicə olunan bir xəstəlikdir. Olunmalı bir xəstəlik. Əsas da İlham Əliyevin dayısının rəhbərlik etdiyi orqanda bu hadisənin baş verməsi daha da dəhşətlidir. Elə İlham Əliyevin dayısı oğlunun, reallıqda bibisi oğlunun, sənətdə dayısı oğlunun, bu Cəmil Əliyevin xəstəxanasında korrupsiyaya dözülməz vəziyyətə görə bu hadisənin baş verməsini işıqlandırmır.